Qız bürcü deyəndə ağlına sakit, planlı, təmkinli biri gəlir. Elə deyil? Amma çox az adam bilir ki, qız bürcünün içində fırtına yatır. Onlar səssiz qalar, amma hər detalı görür. Heç nəyi unutmurlar. Bir baxışla səni oxuyar, amma heç nə deməz. Çünki qız bürcü danışmaqla yox, göstərməklə cavab verər. Qız bürcü özünü heç vaxt tam göstərmir. Sən onların soyuq, uzaq görünüşünə aldanma. O səssizliyin arxasında nə qədər duyğu, nə qədər analiz var, bilsən heyrətə gələrsən. Qız bürcü hər şeyə görə özünü tənqid edir. Görəsən düzgün elədim? Yaxşı oldu mu? Bu suallar beynində fasiləsiz dövr edir. Amma bu zəiflik deyil. Bu inkişaf instinktidir. Qız bürcü daim özünü daha yaxşı versiyasına çevirməyə çalışır. Əgər qız bürcündən olan biri səni sevirsə, o səni dəyişməyə məcbur etmir. Səni səssizcə inkişaf etdirməyə ilham verir. Qız bürcünün ən güclü tərəfi nədir bilirsən? Sabitlik. Qız bir dəfə nəyəsə qərar verdimi, o iş bitib deməkdir. Onlar xaos içində belə sükunət tapmağı bacarır. Digərləri çətinlikdə qaçır. Qız orada plan qurur. Digərləri duyğularla yanır. Qız o duyğulardan güc alır. O hər kəsi xilas edən, amma heç kimin anlamadığı qəhrəmandır. İndi bir şey et. Əgər bu sətirlərdə özünü tapdınsa, sadəcə bir ürək qoy şərhə. Heç nə yazma. Sadəcə simvol. Qızlar səssiz danışır. Səssiz anlaşaq. Və abunə olaq. Bu dəfə klik et. Amma vərdişdən yox. Özünü daha çox tanımaq üçün. Çünki burada hər bürcün arxasında gizlənən ruh danışır.